Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Yenə də dərslərimizlə davam eləyirik. Növbəti dərsimiz şəkilçilərin növləri haqqında olacaq, şəkilçilərin ümumi məna qrupları haqqında olacaq. Bundan əvvəlki dərsimizdə biz sizə kök və şəkilçinin funksiyası, dildə işlənən sözlərin tərkib hissələri haqqında danışmışdıq. Bu gün isə şəkilçilərin növləri haqqında danışacağıq. Uşaqlar, şəkilçilərin növləri müxtəlif cür olur. Müxtəlif məna əsasında qruplaşdırılır. Birinci olaraq şəkilçilərin növləri mənasına görə qruplaşdırılır. Mənasına görə. Mənasına görə şəkilçilərimiz leksik şəkilçilər və qrammatik şəkilçilər olmaqla iki qrupa bölünür. Niyə görə biz bunları leksik və qrammatik şəkilçilər olaraq mənasına görə qruplaşdırırıq? Məna cəhətdən ona görə qruplaşdırırıq ki, bunları. Şəkilçilərin bəziləri var ki, sözləri artırılanda sözün mənasını dəyişirlər. Məna cəhətdən fərqli bir məna yaradırlar. Bunlara biz leksik şəkilçilər deyirik. Məsələn, tutaq ki, deyirəm ki, gül sözü. Gül adi vəziyyətdə, yəni kök vəziyyətində nə bildirir? Bitki. Düzdür, bitki. Mən üstünə bunun dan şəkilçisini artırıram. Artıq güldan sözü bitki məzmununu bildirmir. Güldan sözü əşya məzmununu verir. Yəni gülü qoyduğumuz qabın mənasını verir, qab mənasını verir. Bitki mənasından qab mənasına keçid eləyir. Üstünə dandan şəkilçisini artıranda təzə bir məna yaradırıq. Yeni bir məna yaratdığına görə dan şəkilçisini leksik şəkilçi götürürük. Eyni zamanda, məsələn, balıq sözü heyvan mənasını verir. Suda yaşayan heyvan mənasını verir. Düzdür? Üstünə ç şəkilçisini artırdığımız zaman təzə mənalı bir söz yaranır. Yəni, bu artıq suda yaşayan heyvan mənasını yox, dənizdə işləyən insan mənasını verir. Balıqçı. Yəni, balıq tutmaqla məşğul olan insana deyilir. Buna biz balıqçı deyirik. Yəni, heyvan mənasından insan mənasını bildirməyə başladı. Bunu da biz leksik şəkilçi götürəcəyik. Daha sonra, məsələn, tutaq ki, deyirəm ki, yazı sözü. Yazı. Yazı sözündə yazmaq feildir. Feilin üzərinə ı şəkilçisini artırdıqdan sonra nitq hissəsi olaraq dəyişiklik yaradaraq yeni bir nitq hissəsi, yəni ad bildirən söz yaratmağa başlamışıq. Yazmaq hərəkət bildirən söz idi, düzdür? Üstünə ı şəkilçisini artırdıqdan sonra artıq isim, yəni yazı prosesinin baş verdiyi zaman, proses baş verdikdə istifadə etdiyimiz, yəni formalaşdırdığımız bir əşya, bir anlayış meydana çıxır, yazı. Bunu artıq isim deyirik. Nitq hissəsi olaraq feil demirik. Yəni, feil nitq hissəsi olaraq feildən isimə doğru keçid etmişik. Yeni bir mənalı söz yaradıb, ad bildirən söz yaradıb, ona görə ı şəkilçisini də leksik şəkilçi götürəcəyik. Ümumiyyətlə, yadınızda qalsın ki, birincisi leksik şəkilçilər, mənanı dəyişirlər, mənanı dəyişir. İkinci olaraq leksik şəkilçilər hər zaman olmasa da bəzən ola bilir ki, nitq hissəsini dəyişdirə bilirlər. Yəni, hər zaman nitq hissəsi dəyişəcək deyə bir şey yoxdur. Leksik şəkilçilər olur ki, bəzən nitq hissəsini də dəyişdirə bilirlər. Yəni, amma yadınızda qalsın, hansı sözün üstündə ki, fərqli bir nitq hissəsinə mənsubluq görürsünüz, yəni üstünə şəkilçi artırılanda, məsələn, feil idi, feildən çevrilib olur isim, həmin şəkilçiləri leksik şəkilçi götürəsiniz. Qrammatik şəkilçilərin belə bir xüsusiyyəti yoxdur. Leksik şəkilçilər bəzən nitq hissəsini də dəyişə bilirlər. Məsələn, yazmaqdan yazı sözü və yaxud da gəlmək sözündən gəlir sözü, gəlir isimdir, gəlir əldə etdim, nə əldə etdim, gəlir əldə etdim. Daha sonra, məsələn, dondurma sözü,
Dondurma. Dondurma sözündə don leksik, dur leksik, ma şəkilçisi də, yəni bildiyimiz isim olan dondurma. Hansı ki, biz ona rus dilində marojna deyirik. Bax, həmin o qida olan dondurmanı nəzərdə tuturuq. Bu da leksik şəkilçi kimi götürüləcək. Bir də uşaqlar, feillərdə əgər siz, feildirsə nitq hissəsi. Feillərdə siz leksik şəkilçini ən yaxşı formada tapmağın yolu yadınızda qalsın. Bunu necə çevirək? Bir dəqiqə. Feillərdən leksik şəkilçini tapmağın yolu ən yaxşı formada maqmək şəkilçisindən istifadə eləməkdir. Əgər siz nitq hissəsi feildirsə, məsələn, deyirəm gətirilmək sözü. Gətirildi sözü. Nə edildi? Gətirildi. Nə etmək sualına cavab verir, düzdür? Əgər siz bu sözü üzərində leksik şəkilçiləri axtarırsınızsa, tapa bilmirsinizsə, bu zaman maqmək şəkilçisindən istifadə edə bilərsiniz. Təbii ki, bu təsdiq feillərə aiddir, inkar feillərə yox. İnkar feillərdə də indi qaydanı izah edəcəm ki, necə tapmaq lazımdır. Bilirsiniz, inkar feillərlə təsdiq feillər var. Təsdiq feillər hərəkətin icra olunduğunu bildirir. İnkar feillər isə hərəkətin icra olunmadığını bildirir, həyata keçmədiyini bildirir. Gətirilmək təsdiqdədir, gətirilməmək inkarda işlənib. Və yaxud da yazmaq təsdiqdədir, yazmamaq inkardadır. Bunları yəqin ki, fərqləndirə bilirsiniz. Təsdiq feillərdə, yəni inkarda işlənməyən feillərdə maqmək şəkilçisi artırmaqla siz leksik şəkilçiləri tapa bilərsiniz rahatlıqla. Maqmək şəkilçisini sözə hara qədər artıra biliriksə, ora qədər biz leksik şəkilçi götürürük şəkilçiləri. Məsələn, gətirildi sözünü maqmək şəkilçisini hara qədər artıra bilirik? Gətirmək olur, gətirilmək olur, gətirildimək artıq olmur. Yəni, dıdi hissəsindən sonra mən maqməyi artıra bilmirəm. Bura qədər artıra bildim, düzdür? Bura qədər artıra bildimsə, demək ki, sözün kökü gətirmək sözüdür. Bir dənə qalır il şəkilçisi maqməkdən qabaq, onu da leksik şəkilçi götürürəm. Maqməkdən sonra olan şəkilçilər isə hər birini qrammatik şəkilçi kimi götürəcəm. Və yaxud da yazdırmışdılar sözündə təsdiqdə işlənmiş sözdür, düzdür? Yazdırmışdılar, yazdırmamışdılar. Əgər yazdırmamışdılar olsaydı, biz bunu inkarda götürəcəkdik. Yazdırmışdılar sözü təsdiqdədir. Və feildir, nitq hissəsi olaraq. Feillərdə də biz leksik şəkilçiləri maqmək şəkilçisi ilə tapırdıq. Maq şəkilçisini artırırıq. Yazmaq, yazdırmaq, yazdırmış maq olmur artıq. Mışdan sonra mən maqməyi artıra bilmədim. Maqmək şəkilçisini dırdan sonraya artıra bilirəm ancaq. Demək ki, sözün kökü yazmaq sözüdür. Dır şəkilçisi maqməkdən əvvəldə dayandığına görə leksik şəkilçi götürürəm. Yerdə qalır 3 dənə şəkilçi, mış şəkilçisi, d və lar şəkilçisi. Bunların hər birini də qrammatik şəkilçi götürürəm. Yəqin ki, təsdiq feillərdə maqmək şəkilçisi ilə leksik şəkilçilərin tapılma qaydasını tam şəkildə anladınız. İndi keçək inkar feillərə. İnkar feillərdə leksik şəkilçi ilə qrammatik şəkilçini tapmaq üçün yenə də maqmək şəkilçisindən istifadə edəcəyik. Amma unutmayaq ki, inkarın mamə şəkilçisi, inkarlıq bildirən mamə şəkilçisi, axı sözə biz artıranda, məsələn, yazmaq sözünü biz təsdiqdə götürürdük. Yazmaq. Yazmamaq inkarda idi, düzdür? Yazmamaq. Görürsünüz, maqmək şəkilçisi işlənib sözdə. Mamə şəkilçisi maqməkdən əvvələ keçə bilir. Yadınızda qalsın, əgər feil inkardadırsa, inkarda işlənibsə, bu zaman biz maqmək şəkilçisindən istifadə edəcəyik yenə də. Amma maqmək şəkilçisinin qarşısında inkar şəkilçisi dayana bilir. Bir dənə o inkar şəkilçisini qrammatik şəkilçi götürəcəksiniz. Ondan başqa maqməkdən qabaqda dayanan nə qədər şəkilçi varsa, onun hamısını leksik şəkilçi götürəcəksiniz. Məsələn, tutaq ki, deyirəm ki, apartdırmadı. Məsələn, sözündə maqmək şəkilçisini artıraq. Aparmaq, apartmaq, apartdırmaq, apartdırmamaq. Apartdırmadımaq olmur artıq. Dıdidən sonra maqmək şəkilçisini artıra bilmədim mən. Mamə şəkilçisindən sonra artıra bildim. Bura qədər artıra bildim. Bura qədər artıra bildimsə, maqmək şəkilçisini yazıram. Maqmək şəkilçisindən qabaqda
Bir dənə inkar şəkilçimiz var, mamə şəkilçisi. Yadınızda qalsın. Ma şəkilçisi, inkar şəkilçisi qrammatik şəkilçisidir, amma maqmekdən əvvəl də dayana bilir sözdə. Bir dənə mamə şəkilçisini qrammatik götürürük. Yerdə aparmaq sözü qalır kök. T və D şəkilçisi qalır. Bunların ikisini də leksik şəkilçi götürürəm. Bir dənə mamə şəkilçisini qrammatik şəkilçi götürürəm maqmekdən əvvəl. Ondan sonrakıların hər birini də qrammatik şəkilçi olaraq götürüb gedirəm. Belə. Güman eləyirəm ki, leksik şəkilçiləri feillərdə və digər nitq hissələrində tapma qaydasını xüsusi olaraq öyrəndiniz burada. İndi başlayaq növbəti hissə, yəni qrammatik şəkilçilər haqqında danışmağa. Uşaqlar, qrammatik şəkilçilər sözlərin üzərinə artırılanda təzə məna yaratmırlar. Sadəcə olaraq eyni sözün, eyni anlayışın ayrı-ayrı şəkilçilərlə işlənmiş formaları olur. Yəni buna biz eyni sözün müxtəlif formaları deyirik. Yəni bir sözün ayrı-ayrı formaları yaranır. Ümumiyyətlə biz qrammatik şəkilçilər, bir dəqiqə. İkinci qrammatik şəkilçilər idi. Qrammatik şəkilçilərdən ümumiyyətlə biz sözlərin arasında əlaqə yaratmaq üçün istifadə edirik. Yəni cümlədə sözlər verilir, həmin sözlərlə bir-birinə əlaqə yaratmaq üçün istifadə edirik. Yəni bu qrammatik şəkilçilərin funksiyası ancaq budur. Məsələn, deyirəm ki, ana sözü anlayış insan anlayışı bildirir, düzdür? Anamın yenə də insan anlayışı bildirdi, yenə də ana sözündə qaldıq. In şəkilçisi hər hansısa bir funksiya dəyişmədi burada. Sadəcə olaraq bir dənə sözün, bir anlayışın, ana sözünün ayrı-ayrı formalarını yaratdı. Anamındır. Yenə də ana sözünün mənası dəyişdimi? Xeyr, dəyişmədi. Və yaxud da deyirəm ki, gül sözünə. Gül sözünə artırıram lər şəkilçisi. Gül bitki anlayışı bildirirdi, düzdür? Üstünə larlər şəkilçisi artırdım. Gül anlayışı dəyişdimi? Xeyr, anlayış dəyişmədi. Yenə də gül mənasını verir. Və yaxud da dırdı şəkilçisini artırıram. Güllərdir. Yenə də mənanı dəyişmədi. Yəni, qrammatik şəkilçiləri biz sözə artıran zaman fikir veririk ki, həmin şəkilçi sözün mənasını dəyişməyəcək. Eyni söz nə anlayış bildirirdisə söz, həmin anlayışda da qalacaq. Bunlara da biz qrammatik şəkilçilər deyəcəyik. Sonra uşaqlar, şəkilçilərin başqa növləri, indi mənasına görə qruplaşdırdıq. Dedik ki, mənasına görə şəkilçilərimiz iki cür olur. Mənanı dəyişdirən şəkilçiləri biz leksik şəkilçi götürürük. Mənanı dəyişdirməyən şəkilçilər isə qrammatik şəkilçilər götürürük. Yəni, qrammatik şəkilçilər eyni zamanda sözün nitq hissəsinə mənsubiyyətini deyil, daha doğrusu leksik şəkilçilər sözün nitq hissəsinə mənsubiyyətini dəyişir, qrammatik şəkilçilər isə sözün sadəcə olaraq formasını dəyişirlər, bir sözün müxtəlif formalarını yaradırlar. Anlayışın mənası dəyişmir. Bu cəhətdən də biz deyirik ki, qrammatik şəkilçilərin funksiyası ancaq sözlər arasında bir-birinə əlaqəyə girməkdir. Yəni, sözləri bir-birinə əlaqəyə salmaq üçün istifadə olunur. Belə. Daha sonra şəkilçilərin yazılışına görə növləri var. Yazılışına görə növləri. Şəkilçilərin yazılışına görə 3 növü var. Bir cür yazılan şəkilçilərimiz var. Bir cür yazılan. 2 cür yazılan şəkilçilərimiz var. Bir də 4 cür yazılan şəkilçilərimiz var. Bir cür yazılan şəkilçilərimiz elə bir formadan ibarət olur. Məsələn, gil şəkilçisi. Bunun başqa bir forması yoxdur. Hansı sözün üstünə artırırsan artır, gil formasında artıracaqsan. Və yaxud da sov şəkilçisi. Bir forması var. Bunun başqa bir forması yoxdur. Tək forması var. Sov. Hansı sözün üzərinə artırırıqsa artıraq, bu formanı artıracağıq. Yəni, bir cür yazılan şəkilçilərdə deyirik ki, bunların içində konkret olaraq hər hansı bir saitin işlənmə qanuna uyğunluğu yoxdur. İstənilən sait işlənə bilər. 2 cür yazılan şəkilçilərin tərkibində isə uşaqlar, ümumiyyətlə bir cür yazılan şəkilçilərin əksəriyyəti demək olar ki, 99% alınma şəkilçilərdir.
Arasında az şəkilçilər var ki, bir cür yazılan şəkilçilərdir, milli şəkilçilərdir. Bunlara lov, sov, ey, gil, bu tipli şəkilçilər daxildirlər. Bunlar bizim öz milli şəkilçilərimizdir. Yerdə qalan digər şəkilçilər, yəni millilərdən danışıram. Yerdə qalan digər milli şəkilçilərimiz ya 2 cür yazılan şəkilçilərdir, ya da 4 cür yazılan şəkilçilərdir. Bir də yadınızda qalsın uşaqlar. Bir cür yazılan şəkilçilərin hamısı leksik şəkilçilərdir. Hamısı leksik şəkilçilərdir. Amma 2 və 4 cür yazılan şəkilçilər həm leksik şəkilçilər ola bilir, həm də qrammatik şəkilçilər ola bilir. Ümumiyyətlə, qrammatik şəkilçilərin arasında bir cür yazılan şəkilçimiz yoxdur. 2 cür yazılan şəkilçilərə keçək. 2 cür yazılan şəkilçilərin tərkibində A və Ə saitləri işlənir. Məsələn, lar, lər, dan, dən, laş, ləş, la, lə şəkilçisi. Bunların hər birində ar, ər şəkilçisi, da, də şəkilçisi. Bunların hər birində 2 cür yazılan şəkilçilərin hər birində A, Ə saitləri işlənir. A, Ə saitləri də nəyə görə, yəni 2 cür yazılan şəkilçi deyirik biz ona? Çünki ona görə 2 cür yazılan şəkilçi deyirik ki, bunların incə forması incə saitli sözlərə qoşulur. Qalın forması isə qalın saitli sözlərə qoşulur. Məsələn, mən çiçək sözünə lar şəkilçisini artıra bilmərəm. Niyə? Çünki çiçək sözü incə saitli sözdür. Mən bunun üstünə lər formasını artıracam, incə saitli formasını artıracam. Amma ağac sözündə qalın saitlər iştirak etdiyinə görə lar formasını artıracam. Yəni, ahəng qanununa əsasən şəkilçilər 2 cür, yəni həm qalın saitli, həm də incə saitli formalaşmış olurlar. Ahəng qanununa əsasən 2 cür yazılan şəkilçilərdə ahəng qanununa əsasən sözlərimizin üzərinə artırılır. Əgər söz incə saitlidirsə, incə forması artırılır. Qalın saitlidirsə, qalın forması artırılır. Yox, əgər söz özü ahəng qanununa tabe deyilsə, yəni sözün içərisində həm qalın, həm incə sait işlənibsə, bu zaman sonuncu hecaya baxacaq. Sözün sonuncu hecasına baxırıq. Əgər sözün sonuncu hecası qalın saitlidirsə, qalın şəkilçini artıracaq, qalın formalı şəkilçini artırırıq. Yox, sözün son hecası incə saitli sözdürsə, incə şəkilçini artıracaq. Məsələn, alim sözündə həm qalın sait işlənib, həm incə sait işlənib. Biz baxırıq ikinci hecaya. İkinci hecanın saiti qalın saitdir, yoxsa incə saitdir? Təbii ki, incə saitdir. İ saiti işlənib. Demək ki, mən sonuncu hecanın ahənginə əsasən incə saitli şəkilçi artırmalıyam. Bunun üzərinə lər şəkilçisini artırıram. Bu cür. Və yaxud da ikinci hecası əgər qalın olarsa sözün, bu zaman qalın saitli formasını artıracağım şəkilçinin. Belə. Növbəti hissəmiz 4 cür yazılan şəkilçilərdir. 4 cür yazılan şəkilçilər. Ümumiyyətlə, 4 cür yazılan şəkilçilər nəyə əsasən 4 cür yazılır? Bunu əvvəlcə qeyd eləyək. Uşaqlar, 4 cür yazılan şəkilçilərin tərkibində qapalı saitlər I, İ, Ü və U saitlər işlənir. Bunlar işlənir. Niyə görə biz bu saitləri işlədirik? 4 cür yazılan şəkilçilər 2 cür yazılanlardan fərqli olaraq, biz dedik 2 cür yazılanlar nəyə əsasən artırılır sözlərə? Ahəng qanununa əsasən artırılır, düzdür? Yəni, qalın və incəliyə əsasən artırılır. Əgər saitlər incə saitlidirsə söz, incə saitli formanı artırırıq. Qalın saitlidirsə, qalın formasını artırırıq. Əgər 4 variantlı şəkilçi artıracaqsa sözün üzərinə, bu zaman biz 2 xüsusiyyəti nəzərə alacağıq. Birincisi ahəng qanunudur. Yəni, 2 cür yazılan şəkilçilərdə necə ki, biz ahəng qanununu nəzərə alırdıq, bu zamanda, yəni 4 cür yazılanlarda da biz birinci olaraq ahəng qanununu nəzərə alırıq. Elə ahəng qanununu nəzərə aldığımıza görə də şəkilçilər 4 cür yazılan şəkilçilər olurlar. Bunun həm 2 dənə qalın forması var, 2 dənə də incə forması var. I və U saitləri ilə başlayan şəkilçilərimiz qalın saitli şəkilçilərdir. İ və Ü saitləri ilə başlayan şəkilçilərimiz isə incə saitli şəkilçilərdir. Və uşaqlar, ikinci olaraq nəzərə alacağımız məqam isə 4 variantlı şəkilçiləri sözü artıranda dodaqların vəziyyətinə görə, yəni dodaqlanan və dodaqların vəziyyətinə görə.
Dodaqlanan və dodaqlanmayan sait olmasını da biz nəzərə alacağıq sözün üzərində. Yəni əgər sözün üzərində sonuncu hecasında dodaqlanmayan sait işlənibsə, eyni zamanda incə sait işlənibsə, bu zaman biz i saiti ilə əlavə edəcəyik. Məsələn, bax, tutaq ki, çiçək sözünü yenə də bura yazıram. Çiçək. Bizə verilib dır, dir, dur, dür şəkilçisi. Dır, dir, dur, dür şəkilçisi. Bu şəkilçi verilib. Deyirik ki, bunu çiçək sözünün üzərinə artır. Biz çiçək sözünün üzərinə artıranda 4-4 variantlı şəkilçini birinci nəzərə alacağımız məqam ahəng qanunudur. Çiçək sözü ahəng qanununa əsasən incə saitli sözdür, yoxsa qalın saitli sözdür? İncə saitli sözdür, düzdür? Demək ki, mən şəkilçinin qalın formalı olanlarını çıxardacağam. Yerdə qalacaq incə saitli olan formaları. Bu i'dir. Dir şəkilçisi. Dır, dir, dur, dür şəkilçisidir. Deməli, I-la və U-la olan hissələrini çıxardıram. Yerdə qalır incə saitli formalar. Yəni, Ü və İ ilə olan formalar qalır. İkinci olaraq nəzərə alacağım məqam nədir? Saitlərin dodaqlanan və yaxud dodaqlanmayan olmasıdır. İ və Ə saitləri işlənib. İ və Ə saitləri dodaqlanan saitlərdir, yoxsa dodaqlanmayan saitlərdir? Təbii ki, dodaqlanmayan saitlərdir. Dodaqlanmayan saitlər olduğuna görə dodaqlanan saiti də çıxaracağım. Yerdə qalacaq İ forması. Üzərinə də İ formasını əlavə edəcəm. Çiçəkdir. Yəni, biz 4 variantlı şəkilçiləri sözün üzərinə artıran zaman şəkilçinin 4 variantının hər birində ahəng qanununu, eyni zamanda dodaqların vəziyyətini nəzərə alaraq artırmalıyıq. Uşaqlar, növbəti olaraq şəkilçilərin formalarına toxunarkən diqqət edəcəyimiz məqamlardan biri də, deməli, biz sizlə mənanı keçdik, mənaya görə xüsusiyyətləri keçdik. Sonra yazılışına görə şəkilçiləri keçdik. Dedik ki, bir cür yazılan şəkilçilər var, 2 cür yazılanlar var, bir də 4 cür yazılan şəkilçilər var. Bunları da keçdik. Növbəti olaraq toxunacağımız məqam isə şəkilçilərin qoşulma yerləridir. Qoşulma yerinə görə şəkilçilərdir. Yadınızda qalsın, qoşulma yerinə görə şəkilçilər 2 cür olur bizim dilimizdə. Bir sözün əvvəlinə qoşulan şəkilçilər var. Bir də sonuna qoşulan şəkilçilər var. Qoşulma yerinə görə yazırıq. Qoşulma. Qoşulma yerinə görə şəkilçilərimiz, birincisi sözönü şəkilçilər var. Sözönü. Bir də sözün sonuna artırılan şəkilçilər var. Ümumiyyətlə, yadınızda qalsın. Sözönü şəkilçilər hamısı alınma şəkilçilərdir. Bizim öz milli şəkilçilərimiz arasında sözönü şəkilçilər yoxdur. Sözönü şəkilçi görürsünüzsə, demək ki, həmin sözlərin özləri də eyni zamanda üzərində işlənən şəkilçilər də alınmadılar. Həm sözlər alınmadı, həm şəkilçilər alınmadı. Eyni zamanda sözönü şəkilçilərin artırıldığı 2 dənə bizim milli sözümüz var. Dinc sözü ilə kişi sözü. Dinc və kişi sözü. Bu 2 söz bizim öz milli sözümüzdür. Türk mənşəli sözlərdir. Üzərindən na şəkilçisi artırıla bilir. Bu 2 sözdən başqa yerdə qalan digər nə qədər söz görürsünüzsə ön şəkilçili söz. Onların hər biri həm şəkilçiləri, həm də kökləri alınma sözlərdir. Həm alınma sözlərdir, həm də alınma şəkilçilərdir. Bunu yadınızda saxlayın. Sözönü şəkilçilər nədir? Yəni sözlərin əvvəlinə artırılan şəkilçilər. Əvvələ artıraraq biz təzə mənalı sözlər yaradırıq. Eyni zamanda yadınızda qalsın ki, sözönü şəkilçilərin hamısı leksik şəkilçilərdir. Qrammatik şəkilçilər arasında sözönü şəkilçilər yoxdur. Bunu qeyd eləyək. Deməli, məsələn, sözönü şəkilçilərə na şəkilçisini misal göstərə bilərəm. Daha sonra bi şəkilçisi, ba şəkilçisi, anti və s. Bu tipli şəkilçiləri misal göstərmək olar. Məsələn, na şəkilçisinə aid yazıram. Naşükür. Bunun kökü şükür sözüdür. Na şəkilçisini artırıram ön şəkilçi kimi. Və yaxud da B-yə aid bisavad. Savad sözün köküdür, B ön şəkilçidir.
Baya aid baməzə. Məzə sözün köküdür. Ba ön şəkilçisidir. Anti, məsələn, antiterror. Antiterror əməliyyatı. Anti burada ön şəkilçisidir. Terror da deməli öz köküdür. Sözün öz köküdür. Deməli bu tipli sözlərdə işlədilən ön şəkilçilərin hamısı alınma şəkilçilərdir və sözlərin özləri də, şükür sözü də, savad sözü də, məzə də, terror da hər biri alınma sözlərdir. Yadınızda qalsın. Eyni zamanda dedik ki, söz önü şəkilçilərin hamısı görürsüz leksik şəkilçilərdir. Leksik şəkilçinin işarələri çəkmişik. Sözün sonuna artırılan şəkilçilər. Uşaqlar, sözün sonuna artırılan şəkilçilər isə həm milli ola bilirlər, həm alınma ola bilirlər. Yəni, sözün sonuna artırılırsa, bu demək deyil ki, onların hamısı milli şəkilçilərimizdir. Alınma şəkilçilər də ola bilər tərkibində. Və sözün sonuna artırılan şəkilçilərdə həm bir cür yazılanlar var, həm iki cür yazılanlar var, həm də 4 cür yazılan şəkilçilər var. Bunu bilirsiniz zaten onsuz da. Biz keçmişik bunları dəfələrlə. Məsələn, ç şəkilçisidir. Deyirəm dənizçi sözündə. Dənizçi. Dəniz sözün kökü görürsünüz son hissəsinə artırılıb. Sözün sonuna artırılıb, axırına artırılıb. Və yaxud da laş şəkilçisini artırırıq. Məsələn, yaxşılaş sözündə. Yaxşı sözün kökü laş leksik şəkilçisidir. 2 variantlı şəkilçisidir. Bu 4 variantlıdır, bu 2 variantlı şəkilçisidir. Daha sonra anə şəkilçisi var. Məsələn, mərdanə, mərdanə. Anə şəkilçisi bir cür yazılan şəkilçisidir. Mərd sözü də sözün köküdür. Yəni, sözün sonuna artırılan şəkilçilər arasında həm 2 cür, həm 4 cür, həm də bir cür yazılan şəkilçilərimiz var. Amma söz önü şəkilçilər hamısı bir cür yazılan şəkilçilərdir. Bunların ikinci bir variantı yoxdur. Bunu da unutmayın, yadınızda qalsın. Bunların hamısı bir variantlı şəkilçilərdir və alınma şəkilçilərdir hər biri. Bu qədər uşaqlar. Dərsimiz haqqında ümumi məlumat verim yenə də tam şəkildə ümumiləşdirək. Demək ki, bugün biz sizlə şəkilçilərin mənaca növləri, yazılmasına görə növlərini keçdik. Bir də qoşulma yerinə görə növlərini keçdik. Dedik ki, mənasına görə şəkilçilər leksik və qrammatik şəkilçilər olmaqla 2 qrupa bölünür. Leksik şəkilçilər sözün mənasını dəyişdirir, eyni zamanda nitq hissəsini dəyişdirir. Qrammatik şəkilçilər isə yalnız eyni sözün müxtəlif formalarını yaratmağa xidmət eləyir. Bu da bizə cümlədə sözlər arasında əlaqə yaratmaq üçün kömək edir. Daha sonra sözlərin yazılışına görə, şəkilçilərin yazılışına görə növlərini keçdik. Dedik ki, yazılışına görə şəkilçilərin 3 növü var. Bir cür yazılan şəkilçilər, 2 cür yazılan şəkilçilər və 4 cür yazılan şəkilçilər. Bir cür yazılan şəkilçilərin elə bir dənə forması olduğuna görə bu şəkilçilərin içərisində istənilən saitlər işlənə bilərdi. 2 cür yazılanların tərkibində A, Ə saitləri işlənir. Bir forması A ilə olur, bir forması Ə saiti ilə olur. Məsələn, la, lə şəkilçisi, lar, lər şəkilçisi, bu tipli şəkilçilər. 4 cür yazılan şəkilçilərin tərkibində qapalı saitlər işlənir. I, I, U, Ü şəkilçiləri olur. I, I, U, Ü saitləri olur. Məsələn, lıq, lik, luq, lük şəkilçisi, t, ti, tu, tü şəkilçisi 4 variantlı şəkilçidir. Daha sonra qoşulma yerinə görə şəkilçilərin növlərini keçdik. Qoşulma yerinə görə şəkilçilərimizdə söz önü şəkilçilər və sözün sonuna artırılan şəkilçilər olaraq 2 qrupa ayrılırlar. Söz önü şəkilçilərimizin hamısı alınma şəkilçiləri idi, bir variantlı şəkilçilər idi, leksik şəkilçilər idi. Sözün sonuna artırılan şəkilçilərin içərisində həm leksik, həm də qrammatik şəkilçilər var idi. Bir də sözün sonuna artırılan şəkilçilər həm bir cür, həm 2 cür, həm də 4 cür yazıla bilən şəkilçilər idi. İçərisində həm millilər var, həm də alınma şəkilçilər var. Bu qədər uşaqlar, dərsimiz haqqında bu qədər. Gələn görüşlərə qədər sağ olun, hələlik.